Sabirabadda fərdi yaşayış evi yanıb. Hadisə gecə saat 4 radələrində rayonun Bala Həşimxanlı kəndində baş verib. Yanğın nəticəsində bir ailənin 6 üzvü müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. 38 yaşlı Xalid Məmmədov, 34 yaşlı Həmidə Məmmədli, 13 yaşlı Yasəmən Məmmədli, 12 yaşlı Nərmin Məmmədova, 10 yaşlı Nihad Məmmədov və 3 yaşlı Riyad Məmmədov Şirvan şəhər xəstəxanasına yerləşdiriliblər. Hadisə yerinə yanğından mühafizə xidmətinin yanğın söndürən briqadası cəlb olunub. Evin yerləşdiyi əraziyə relyefə görə yanğın söndürən avtomobillər daxil ola bilmədiyi üçün yanğın xüsusi nasosların köməyi ilə yaxınlıqdakı kanaldan su çəkilməklə söndürülüb. Hadisə nəticəsində 160 kvadrat metrlik ev əşyaları ilə birlikdə külə dönüb. Yanğına elektrik enerjisində baş verən qısa qapanmanın səbəb olduğu ehtimal edilir. Heç nə çıxarda bilməyiblər. Yatdıqları yerdə elə bir ki, hamısı yeni yaxşı ki, ayılıblar. 4 uşaq, ata, ana, nənə, baba. Hamısı evin içində olub. Uşağın biri ağır xəsarət alıb, yanğın. Həkimlərin dediyinə görə 1% yaşamaq şansı var. Fövqəladiyyə zəng olundu. Onlar da evə yaxınlaşa bilmədilər. Körpünü dünənləri qazıblar, nəysə. Yaxşı üstün bastırmayıblar, neynəməyiblər.